Hamınızı salamlayıram kanalımda. Hər kəsi xoş gördüm. Və bayramlardan sonra yenə adi həyatımıza davam edirik. Mən isə evləri yığışdırmağa başlayıram. Bugün ayın 3-üdür. Biri və ikisi heç nə etmədən sadəcə istirahət etdim qızlar və başa düşdüm ki, istirahətdən yoruldum. Və başladım evləri yığışdırmağa, bəzi işləri görməyə. Yenidən dediyim kimi adi aktiv həyata qayıtdım. Qabları yığışdırandan sonra indi isə kuxnadakı bütün bulaşmış qabları rakovina yığıram, stol üstünü silirəm, təmizləyirəm və qab yumağa başlayacağım. Mənim balaca Emil balam da həmişəki kimi yanımdadır. Mən harda, o orada. Həmişəki kimi televizorunu yandırıb və multiklərin səsini də burada eşidə bilərsiniz. Bununla heç bir şey edə bilmirəm. Çox təəssüf ki, televizoru söndürsəm çox baxmır, amma baxanda onu söndürməyə imkan vermir. Ona görə bu səslər də bura düşür. Əslində ayın biri səhər duranda evləri biraz yığışdırmışdım, yerləri də silmişdim. Bütün yeni ildən qalan qabları da silmişdim. Amma ondan sonra daha belə bir iş görməmişdim və çox həvəslə bugün işə başlamışam, işləri görməyə davam edirəm. Beləliklə, mətbəx otağım artıq demək olar ki, hazırdır, bircə yerləri silmək qaldı. Mən isə qızlar noyabr ayından bu yana demək olar ki, paltarları evdə quruduram. Çünki bayırda qurumurlar yaxşı. Ona görə bu dəmiri gətirmişəm, evdə qoymuşam koridorumda və burada bütün paltarları sərirəm və tez quruyur. Çox mənə əl tutur belə eləmək. Çünki mən bilmirəm siz necə hər gün paltar yuyuram. Həm balacama görə, həm də ümumiyyətlə mən paltar yuyan kimi çirkli paltarlar olan səbətim yenə də tezdən dolur. Belə gün olmur ki, o boş olsun. Ona görə mənə lazımdır ki, paltarlar tez qurusun və bir çarə tapmışam ki, bu dəmiri qoyum koridorda və bunun üstündə belə sərirəm və tez quruyur. Görürsünüz qızlar nə qədər toz var. Xəcə buradan görünür ki, o qədər çoxdan silinməyib, qalmayıb. Amma yenə də bu xaladenik içəridədir deyənə toz olanda hər dəfə silmək olmur. Bu da xaladinikin altı qızlar. Dediyim kimi o qədər çoxdan silinməyib, qalmayıb bura. Silmişəm bu yaxınlarda. Sadəcə olaraq bunun arxasına bəzi şeylər düşmüşdü. Onları çıxartmaq istəyirdim. Buna görə xaladiniki dartdım.
Səhər süpürgə ilə baxdım ki, altında lazımlı bir şeylər olur. Mənim plisosum çox dəhşət. Hər şey soğurur, heç nə saxlamadan. Ona görə mən həmişə əvvəl baxıram ki, lazımlı bir şeylər varmı orada. Əgər yoxdursa, plisoslayıram. Bu da qabıya maşını çıxartdım ki, bunun da üstünə, başına baxım nə gündədir. Gördüyünüz kimi içəridə olsa da axır ki, nəsə üstünə tökülüb. Pis gündədir biraz. İndi onu da siləcəm. Bara Hjalmar. Hon är kul som de ska morska lite vad det kunna ta det. Камень! Это не камень, это корпус. Кто-то сюда чай вылил. Bok. Это молоко, наверное. Желтое молоко? Да, Эмили, это твое молоко, Чуть-чуть двинуть можешь. которое ты постоянно сюда выливал. Bunu görürsünüz. Hər yerə başını soxur. Balaca uşaqlardan da bətərdir bu. Bu süddü, Emil balaca oldu, çox süd dağıdırdı. Qalıb burada. Silə bilməmişəm. İndi çıxartacağım. Şöyle, şöyle. Mətbəxlə tam bitirəndən sonra keçirəm yenə də uşaqların otağına və başlayıram burada pilisoslamağa. Kravatın üstünə baxmayın, bunlar təmiz paltalardır. Bayaq götürdüm, atdım kravatın üstünə. Birazdan bunları qızım yığacaq. Burada isə biraz koridordakı tozları istədim götürüm. Bu deməli güzgünün üstünü biraz yığışdırdım. Burada isə Emil həmişəki kimi öz suallarını verir. Rossmanndan aldığım bu ətir də bitir, amma fikir verdim ki, bitsə də belə hələ ki gözəl qoxusu gəlir, amma mütləq Rossmanna gedəndə yenə də bundan alacağım. Orada cəmi 2 növ deməli 2 qoxusu var idi. Biri bu idi, biri də səhv eləmirəmsə sarı rəngdə bir şeydir, amma mənim daha çox bu xoşuma gəldi. Bu daha sveji ətri var idi və yenə də gedəndə yenə də götürəcəm mütləq, çünki evə girən kimi çox gözəl, evdən gözəl qoxu gəlir. Bu da divanın altı qızlar. Yeni ildən sonra burada olmayan bir şey yoxdur, baxın. Bütün yolka iqruşqaları, pişiklərim gətirib bura. Yeni ildə kimsə yeyəndə qaşıq da atıb bura. Tabiçkam da buradaymış. Emin də əlinə düşüb hamısını atıb bura. Bak. Bu da qızlar mənim robot pilisosumdur. Birdən fikir verin nə qədər burada saç qalır. Uzun saç olanda fırlanır qalır və bunu mütləq təmizləməyə lazımdır. Çoxdan da bunu istifadə etmirdim. Çünki bunu istifadə edəndə də bunu gündəlik yığışdırmağa da daha yaxşıdır. Ona görə mən də evdə olmuram deyənə, biraz gec pilisoslayıram deyənə özüm əllə edirəm bunu ki, təmiz olsun, daha yaxşı olsun. Amma gündəlik təmizləmək üçün çox yaxşı bir şeydir. Çoxdan da etmirdim, indi istəyirəm bunu təmizləyim. Mən isə qızlar yığışdırıb bitirdim. Zaryadkası oturmuşdu kameranın, ona görə sizə axıracan yığışdırmağı göstərə bilmədim.
Artıq Emili çimizdirdim də. İndi də atası onu yedizdirir və mən istəyirəm göstərim sizə necə özümə baxım edirəm. Bəzi xanımlar soruşur ki, necə baxım edirəm özümə. Deyim ki, mən salonlara getmirəm. Çünki xoşum gəlmir salonlarda neynirlər. Ya çox bahalı salonlara getmək lazımdır, hansısa prosedurlara, ya da ki, bu adi salonları məni heç qane etmir. İndi isə neyniyəcəm qızlar? Adi çay və bu çayda adi disk iki tərəfə bölürsünüz. Çayda islatacağım. Biraz sıxacağım ki, tökülməsin. Və patçı əvəzinə qoyacağım gözlərimin altına. Mən isə patçiləri qoyandan sonra istəyirəm bir çay içib yemək bişirim və xanımlar hansılar ki düşünür nə bişirim, onlar üçün də bir ideya verəcəm. Yeni ildə çoxlu yeməklər yedik və çox quru, çox qızardılmış hər cür bir şeylər yedik. Ona görə indi istəyirəm su bişirim. Biraz mədəmiz istirahət eləsin və ona görə götürürəm bir qazan, bura yağ əlavə edirəm. Mən də bu deməli sümükləri qaynatmışam, onun üstündə yağ yığılır, həmən yağdır. Ondan istifadə edirəm, çox dadlı olur. Və bu aldığımız bilinməyən nə yağdır, ondan isə bu yağ daha faydalı da olar. Deməli bura nə atıram qızlar? Bura atıram soğan, biber, kartoşka, kök. Və hamısını qızartacağım. Düzdür, bunları bir-bir də eləmək olar, bəlkə də daha yaxşı olardı. Amma mən hamısını birlikdə eləyəcəm. Artıq bu qızlar qızardı. Bu qızarınca mən getdim bu ekspert fabirlikdən. Yenə birini, 3 dənə idi bunun içində, yenə birini bunlardan istifadə etdim. Qiyməti yadımda deyil, baxıb deyəcəm qızlar. İkinci dəfə başıma qoyuram, biri qalıb, onu da qızıma qoyacağım. Amma yenə də sifariş eləyəcəm, mütləq və mütləq. Çox super bir şeydir. Bunu da qoydum. İndi bu yeməyi bişənəcəm, başımda qalacaq. Patçilərdə saçım içində qulluq oldu. Sonra gedib hamısını yiyəcəm. Bu isə qızardı. Buraya biraz tomat atacağım. Məndə bu ev tomatıdır, biberdən, qırmızı biberdən. Biraz əlavə eləyəcəm. Bunu yenə qarışdırıram. Biraz su əlavə eləyirəm. Bu da deyirlər, smiyaq da qriyaq. Baxın, mən həmişə bu qazanda bişirirdim. Heç nə də olmurdu. Amma bu dəfə sizin üçün bu supu bişirəndə, yiyən biz idik, sizin üçün bişirirdim. Yenə də bura partladı. Baxın, nə günə düzdür. İndi mən sizin üçün dubl-duva eləyəcəm. Yeni qazanda tezdən bişirəcəm. Amma əvvəl buranı yığışdırmaqlar, qızlar, dəhşət bir şey baş verdi. Başı bu yeni ildə məndə nə qədər qabsındır. Özdə qablar elə sınır ki, heç kim əl vurmur demək olar, amma özləri sınır. Dəhşət bir şey baş verdi burada. Elə bilməyin ki, hamıda hər şey rahat olur. Olmur qızlar. Hamıda problem var. Səbirli olub, indi buranı yığışdırmaq lazım. Qızlar hamısını yığışdırdım. Əlimi də kəsdim, gördüyünüz gibi. Yaxşı ki, bu qədər şüşə arasında bir də balaca yer kəsildi. Təmiz oldu, tərtəmiz, hər şey yığışdırdım. İndi sizin üçün bir də çəkəcəm bu supu necə bişirmək lazımdır. Bu sup çox qızıl sup oldu. Beləliklə qızlar, mənim supum getdi hamısı zibilliyə. Oğlum gəlib mənə deyir ki, mama deyir, bu suni intellektə oxşadı, deyir, bu partlayan ara. Amma qızlar heç bir suni intellekt değildi.
Sup gördüğünüz gibi qazanla bir yerde getdi. İndi isə bir də bişir. Yenidən başlayıram bişirməyə qızlar. Yağ əlavə edirəm. Bir də soğan doğrayıram. Bu da biraz çox eləyirəm. Çünki fikirləşdim ki, sabah da oynamayım. Mərci supu da bişirəcəm. Paralel olaraq 2 su bişirəcəm. Şükür. Suyu qazanda qoymuşam qızlar və artıq su qaynayır. Bura atacağım balaca küftələri. Əgər əslində bunu həmişə mən toyuq əti ilə bişirmişəm. Döş əti götürə bilərsiniz, toyuq əti götürə bilərsiniz. Amma ətlə də pis olmaz, adi sadə. Məndə hal-hazırda toyuq yox idi. Ona görə fikirləşdim ki, balaca küftələrlə eləyəcəm. Kartoşkanın da yarısını atacağım bura. Kubik vari doğramışam. Yarısı isə deməli mərci supu üçün olacaq. 2 kartof götürsəz bəsdir bu sup üçün. İndi bunlar biraz qaynasın. Küftələr burada qaynasın və sonra qızartdığımız soğanı atacağım bura. Soğana isə biraz biber əlavə edəcəm. Bu dəfə daha biber doğramadım. Buzda olan biber əlavə edirəm. Və buzlanmış pomidor əlavə edirəm tomat əvəzinə. İndi bunlar burada əriyəndən sonra vəsə. Bunu əlavə edəcəm qazana. Biraz qaynayandan sonra qızlar bura deməli sümüklərin bulyonunu atıram. Bütün suplara mən sümük bulyonu əlavə edirəm çünki belə daha dadlı olur. Mərci supuna da əlavə edəcəm. Və ən sonunda bura əlavə eləyirik qızardılmış markov, soğan, hamısını bura əlavə eləyirik, qarışdırırıq. Hər iki sup qaynamaqdadır. Mərcini püre kimi eləyəcəm blenderlə, amma bunu yox. Bu indi qaynayandan sonra bura pendir əlavə eləyəcəyik. Artıq sup pişdi, kartuşka pişdi, ət pişdi, deməli bişib. İndi bura əlavə edirəm pendiri. Pendir hansıdır qızlar? Pendir ərinmiş pendir olmalıdır. Məndə naşmalı üçündür. Adi yantar pendiri də ala bilərsiniz. Millanın buna oxşar pendiri də var. Götürürük belə pendiri. Görürsünüz içi ərimiş olur. Bundan 1-2 qaşıq əlavə edirik bizim supumuza və supu duzlayanda bunu nəzərə alın ki, pendir də duzludur. Biraz da qarışdırırıq, pendir burada ərisin. Gördünüz, supun rəngi dəyişdi.
Hələ amma pendir tam əriməyib. İndi qarışdıraq ki, tam ərisin. Görürsünüz, burada pendiri elə görə bilirik. Ona görə söndürürük. Qarışdırırıq birazdan. Все. Sup hazırdır. Üstünə istədiyiniz göyərti əlavə edə bilərsiniz. Mən üstünə nanə əlavə edirəm. Adətən belə suplar nanə ilə çox gözəl olur. Hamıya nuş olsun. Saçma qızlar, bir də belə bir şey. Saç qolluğum üçün istifadə edirəm. Garnier'indir. Görürsünüz, bütün birində alacağım. Çox gözəl yumuşaldır. Saç tökülməsinə qarşı. Saç kəsən varsa saçlarınızın uclarında onları da bərpa edir. Ümumiyyətlə saçın daha güclü nəmləndirir. Deməli çox saçınız belə puşitsa olursa onları da kontrol edir. Daramağı daha rahatlaşdırır. Parıltı verir və saçlar ağır olmadan gözəl olur. Onun birində çox gözəldir. Qızlar yazıldığı kimidir hər şey. Çox super bir şeydir. Bir də qızlar, axırıncı dəfə belə bir maska almışdım saçım üçün. Çox super maskadır. Bunun da növləri var. Mən bu göy maskanı aldım. Çünki bunun üstündə quru, zayıf və kırılgan saçlar üçün. Mənimkilər kakraz belədir. Ona görə almışam. 18 manataydı. Mən deyəsən 16'ya aldım. Bir cür mağazində bu qiymətə gördüm. Çox super bir şeydir. Birinci istifadədən çox super təsir göstərir. Belə patçilər də var bizdə. Deməli bu patçiləri Dermodan sifariş etmişdik. Bunlar da çox gözəldir qızlar. İçində çoxdur, dəhşət çoxdur. Çoxdan almışıq, hələ də bitməyib. Kollagenlidir bunlar. Bu isə Faberlic'dəndir belə bir krem. İkisi birində lifting və qidalandırıcı. Lifting və qidalandıran. Bunu istifadə edirəm hal-hazırda. Belə çoxdur kremlərim. Krem ümumiyyətlə xoşlayıram. Hal-hazırda bunu istifadə edəcəm. Və nəhayət ki, bugün dırnaqlarıma da gəlib çata bildim. Demək istəyirəm ki, qızlar, dırnaqlarıma da gel lakdan istifadə etmirəm. Bir ara edirdim, hər şeyi də almışam, hər şeyim də var. Sadəcə olaraq mən başa düşdüm ki, gel lakdan mənim dırnaqlarım başlayır çürüməyə. Belə bir effekt alınır məndə. Bir neçə dəfə yoxlamışam, ona görə gel lak etmirəm. Qızıma da daha qoymuram. Və biz adi laklara keçmişik. Adi laklar vururuq və bu pastel firmasının lakıdır. Pastel firmasının lakı niyə xoşuma gəlir? Adətən lak daha çox tez keçir, əldən bilirsiniz. Ona görə pastel ilə yaxşıdır ki, üstündən bir qat da vursam bilinmir. Elə bil tezə vurduğum kimi olur. Ona görə bu laklardan istifadə edirəm. Bir də düşünərsiniz ki, həmişə özümə etmişəm. Xeyr, salonlara da getmişəm. Orada da həmən effekt olub, gel lak mənə düşmür. Və qızlar, özümə qulluq edəndən sonra, evləri yığışdırandan sonra, yeməyi də bişirəndən sonra mənim vaxtım qaldı və mən qızımla getdik mağazinlərə. Belə bir mağazinlərdə gəzdik. Baxın nə tapdım. Gözəl qız uşaqları üçün əyləncəli və maraqlı həm motorikasını işlətmək olar, əl motorikasını həm özü üçün sırğa, sep, qolbaq düzəldə bilər. Belə bir şey tapdım və burada çox maraqlı kitablar var. Bütün məktəblilər üçün ümumiyyətlə çox maraqlı şeylər var. Təkcə istək lazımdır ki, bunları uşaqlarla oturub deməli oynadasınız uşaqlarla vaxt keçirəsiniz. Həm uşaqlar üçün faydalı olar, həm sizin üçün maraqlı olar, həm uşaqla vaxt keçirəsiniz. Və mən də buna görə bura gəlmişəm. İstəyirəm buradan Emil üçün və böyük oğlum üçün bir şeylər tapım. Biz isə mağazindən sonra Albina'nın girdiyi belə bir gözəl balaca bir kafeyə özümüzə çay sifariş etdik və belə balaca tortiklər
Ama düzün desem geçen dəfə çoxdan gəlmişdik bura. Onda xoşuma gəlmişdi. Tortlar bu dəfə o qədər xoşumuza gəlmədi və baxın beləcə qaldı. Amma yenə də ki bir fərqlilik oldu. Sonra biz düşdük belə Həzi Aslanovda yeraltı belə gözəl bir yer var. Bura çox gözəldir qızlar. Amma ki gözəl olmağına gözəldir. Amma çox mağazalar yoxdur. Biz də düşdük buradan baxa-baxa getdik. Burada həm ev üçün bəzi şeylər var, həm bijuteriya var, həm paltar var. Amma mağazalar çox azdır, biraz çeşid azdır. Amma yenə də yəqin ki kimsə bura gəlsə nəsə yenə də tapa bilər. Amma çox gözəldir gördüyünüz kimi. Tezə olduğundan hər şey parıldayır. Yeni il havası da var burada. Hər yer gördüyünüz kimi yolkalarla bəzənlib, şaxta babalarla gözəl idi. Baxın nə aldıq. Nəhayət evə gəldik. Buna baxın necə gözləyir. Я буду открывать. Deməli bunu aldıq Hot Wheels. А там еще. Üstündə rəngləmədir, belə çaşqada rəngləyirsən və sobaya qoyursan. Машина. 24 saatdan sonra burada çay içmək olur. Это Kamila. Это Sonra belə deməli plastilin aldım. мама. 4 manataydı bu. А я хочу. Bu 10 neçə manataydı, bizə deyəsən 15 idi, bizə 11-ə verdilər. Səhv eləmirəmsə. Машину. Sonra belə tarelka aldım. Bu da eynən ondandır. Bu da rəngləmədir. Bu sadəcə olaraq tarelkadır. Это тебе, Emil. Машину. Sonra nə aldım? Sonra belə maket aldım. Evdir bu. Bunu da rəngləyirsən. Görürsünüz bu nədir? Bu deməli karmuşka quşlar üçün. Emilə. Sonra nə aldım? Sonra qızlar belə bir şey aldım. Burada da это то, что burada bilirsiniz şey biserlə rəqəmlər, hərflərlə rənglərini tapıb içindədir. Birlikdə eləyəcək və göstərəcək. Yenə nə var burada? Всё. Машину. Bu qədər şey aldım ki, uşaqları bir şeylə Я хочу машину, мама. məşğul edim. Həm Мама, я rəngləsinlər, həm və maraqlı хочу olsun. открывать его. Эмиль, подожди. Испачкаемся, подожди. Подожди, Эмиль. Мама, а если я красть не умею? Поэтому ты на рисование хочешь? Там полегче. Эмиль, подожди. У него намного легче. Мне на стакан привык. Смотри, как он вяжет. Остальные места не делай. Угу. Beləliklə iki oğlan oturdular bir yerdə. Bunları rənglədilər. Rəngləyəndən sonra bunları sobaya qoymaq lazımdır. 150 dərəcəyə. Tarelkanı 30 dəqiqəlik saxlamaq lazımdır. Stəkanın üstündə isə yazılmışdı ki 15 dəqiqə saxlamaq olur və bunlar indi rəngləməni bitirəndən sonra qoyacağıq sobaya. Фары и рот не крась. Ой, почему? Потому что, смотри, фары желтые будут. А? Фары желтые будут. Водофара. Подожди, я что принесу тебя вытереть. Ты пока крась. Это? А что это? А, вот это помню. Вот это. И на
Kesin. Koyduq sobaya qızlar. Deməli çaşka 15 dəqiqə qalmalıdır 150 dərəcədə, tarelka isə 30 dəqiqə qalmalıdır və sabahları uje istifadə etmək olacaq. Sabahacan qalmalıdır, soyuyub qalmalıdır. Duxovkada, sobada deməli 30 dəqiqə qalacaqlar. Amma sabahacan istifadə etmək olmaz. Sabah səhər durub yuyub istifadəyə vermək olar. Artıq hazırdır qızlar. Bu səhərsi gündür sizə göstərirəm. Sobada qaldılar səhərəcən və səhər uje çay içirik içində. Emil də onun içində yemək yeyib, artıq heç nə olmur. Sizə isə təşəkkürümü bildirmək istəyirəm ki, məni sonacan izlədiniz. Əgər hələ də abunə olmamışsınızsa, abunə olmağı unutmayın, like qoymağı unutmayın. Gələn görüşlərə dək.